أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz və dəyərli müminlər, sizlərin hər birinizi mən də öz növbəmdə bu Mövlud münasibəti ilə təbrik edirəm. Allah bu günlərin fəzilətindən, feyzindən bizləri binəsib eləməsin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء أحوى سنقرئك فلا تنسى إلا ما شاء الله إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر إن نفعت الذكرى سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك
على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Allah kabul etsin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve bihi nestaîn. İnnehu hayrun nasirin ve mu'in. Allahın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun, əziz möminlər. İmam Həsən Müstəba əleyhissalamın mübarək mövludu münasibəti ilə hər birinizi təbrik edirəm. Allah bu bayramı həm dünya, həm axirətimiz üçün mübarək qərar versin. İmam Həsən əleyhissalam haqqında bu mövlud gecəsində, mövlud tədbirində bir neçə hədisi deyib qısa formada sözümü tamamlayacağım inşallah. Bildiyimiz kimi İmam Həsən əleyhissalam hicrətin 3-cü ilində Mədinə şəhərində Peyğəmbər xanedanında dünyaya gəlib və Ramazan ayının 15-ci günü. Qəməri aylar əvvəl zəif şəkildə görünür, sonra getdikcə artır. Ən pik nöqtəsinə, ən nurlu çağı 15-ci günü, 15-ci gecəsi olur. Sonra yenə azalmağa doğru gedir. Ramazan ayı kimi mübarək bir günün hilalının ən kamil formaya çatdığı gecədə, gündə İmam Həsən əleyhissalam dünyaya gəlib. Və bildik ki, Ramazan ayının əvvəli ilahi rəhmət, ortası məğfirət, bağışlanmadır, sonu da cəhənnəm odundan nicat, azad olmaqdır. Biz ilahi rəhmət ilk 10 günlüyü necə başa vurdıq? Fikir verirsə, Ramazan ayı ümumiyyətlə başdan ayağa Peyğəmbər, o Həzrətin ailəsi, Əhl-i Beyti əleyhimussalamla sırf bağlılığı var. Necə ki, 3 mərhələnin ilk mərhələsi olan ilahi rəhməti biz xanım Xədicə-i Kübra salamullahi aleyhanın vəfatı ilə başa çatdırdıq. Ramazan ayının 10-unda Peyğəmbər salavatullahın əziz həyat yoldaşı Xədicə-i Kübra salamullahi aleyha dünyasını dəyişib vəfat eləyib. Sanki ilahi rəhməti o xanıma qəmlənməklə, Peyğəmbərin qəminə şərik çıxmaqla o ilahi rəhməti kamala çatdırdıq. İkinci mərhələ isə indi hal-hazırda olduğumuz mərhələ, ikinci 10 günlük məğfirət mərhələsi sayılır, yəni bağışlanma. Və bu bağışlanma günlərinin də ən üstünü təbii ki, İmam Həsən əleyhissalamın mövlud günüdür. Biz İmam Həsən əleyhissalamın mövludu münasibəti ilə Peyğəmbər və Əhl-i Beyt əleyhimussalama onların şadlıqlarına, sevincinə şərik olarıqsa, təbii ki, ilahi məğfirət bizi əhatə eləyər. Allahın məğfirətini kamil şəkildə əldə eləmiş olarıq. Və üçüncüsü isə, üçüncü mərhələ, cəhənnəm odundan azad olmaq mərhələsi, təbii ki, o sonuncu 10 günlükdə Qədir gecələrinin olmasıdır. Qədir gecələrinin də ən əzəmətli bizə olan, bizə aid yadda qalan hadisəsi Həzrəti Əli əleyhissalamın şəhadətidir. Görürsünüz, 3 mərhələnin üçü də Peyğəmbər və Əhl-i Beyt əleyhimussalamla, əziz Peyğəmbərimizin ailəsi ilə bağlı hadisələrə əhatə eləyir. Biz onların vasitəsi ilə dünya axirətin səadətini əldə edə bilərik. Həzrət İmam Həsən Müstəba əleyhissalam hicrətin 3-cü ilində Mədinədəki dünyaya gəldi. Təxminən 7 il babası Peyğəmbər salavatullahla eyni vaxtda yaşayıb. Peyğəmbər salavatullah dünyadan köçəndən sonra İmam Həsən əleyhissalam 30 il atası Əmir əl-Möminin Əli ibn Əbu Talib əleyhissalamdan bircə yaşayıb. O Həzrətin himayəsində olub. Və nəhayət atasının da şəhadətindən sonra imamət o Həzrətə çatır və öz imamətini elan edir. Minbərdə xütbə oxuyanda insanları ona beyət eləməyə dəvət eləyir. İnsanların da arasında fitnənin düşdüyü dönəmə təsadüf etdiyi üçün biganəlik var idi.
Amma buna baxmayaraq İmam Həsən əleyhissalam insanları beyyətə çağıranda o cəmaatın arasından, o Həzrəti dinləyənlərin arasından nəhayət Əzd qəbiləsindən bir nəfər ayağa qalxıb fəryad çəkərək belə dedi ki, Rəsulullahın Həsən ibn Əlini öz yanında otuzdurub belə buyurduğunu eşitmişəm. Əzd qəbiləsindən olan bir nəfər Peyğəmbər kəlamını xatırlayır ki, Peyğəmbər Həsən ibn Əlini öz yanında otuzdurub onun haqqında belə demişdi: məni sevən hər kəs Həsəni də sevsin. Və bunu eşidənlər eşitməyənlərə də çatdırsınlar. Sanki əziz Peyğəmbərimiz salavatullah İmam Həsən əleyhissalamın sevgisini öz sevgisi kimi ümməti arasında tapşırır gedir. İmam Həsən əleyhissalamı sevməyi öz sevgisinə bənzədir. Yəni etiqadından asılı olmayaraq kim Peyğəmbəri qəlbində, Peyğəmbərə məhəbbəti varsa, gərək İmam Həsən əleyhissalamı da sevsin və bu sevgini qəlbində gizli saxlamasın, özündən sonraki nəslə çatdırsın. Qiyamətə qədər qoy İmam Həsən əleyhissalamın kimliyi insanlar arasında tanınsın. İnsanlar bilsinlər ki, onu sevmək Peyğəmbəri sevməyə bərabərdir. Günlərin birində Peyğəmbər salavatullah artıq ölüm yatağında idi, xəstə idi, vəfat anları idi. Xanım Fatimə Zəhra salamullah əleyha oğlu Həsən və Hüseyni götürüb atası Peyğəmbərin yanına gətirir və atasına üz tutub deyir ki, ey Allahın elçisi, bu ikisi sənin nəvələrindir, sənin övladlarındır, bunlar üçün bir irs qoy, bunlar üçün bir irs təyin elə. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurdu ki, şərafətim və əzəmətimi Həsən üçün irs qoyuram. Mən bir Peyğəmbər olaraq öz şərafət və əzəmətimi İbrahim də Həsən üçün irs qoyuram və şücaət və səxavətimi də Hüseyn üçün irs qoyuram. Görürsünüz, Peyğəmbər salavatullah İmam Həsən əleyhissalam haqqında ona tapşırdığı irsi şərafət və əzəmətidir. Ona görə də İmam Həsən əleyhissalama kənardan baxanlar onda Peyğəmbərlik əzəməti görürdülər. Onda Peyğəmbərin şərafətini görürdülər. Ona görə də İbn Abbas, Ənəs İbn Malik daha doğrusu nəql edir ki, Peyğəmbər salavatullaha Həsən İbn Əli kimi bənzəyən ikinci şəxs yoxdur. İnsanların arasında Peyğəmbərə ən çox bənzəyən şəxs Həsən İbn Əlidir. İstəyərdim İmam Həsən əleyhissalamdan Ramazan ayıyla bağlı, Ramazan ayının mahiyyəti ilə bağlı bir hədisi də sizlərə çatdırıb sözümü tamamlayayım. Bildiyimiz kimi həm Quranın ayələrində, həm də Peyğəmbər kəlamında, Əhl-i Beyt əleyhimussalamın hədis və rəvayətlərində Ramazan ayının qərar verilməsinin mahiyyəti, fəlsəfəsi açıqlanır. Məsələn, Bəqərə surəsində Allah Teala buyurur ki, orucu sizlərə vacib etdim ki, təqvalı olasınız. Orucun bir hikməti insanın təqvalı, pis işlərdən çəkinməsi, Allahdan qorxması, Allah barəsində təqvalı olmasıdırsa, digər biri isə, məsələn, o ayənin ardıcan buyurur, orucu tutmaq, Allah bu yolla orucluq vasitəsindən sizi, işinizi çətinləşdirmək, yox, asanlaşdırmaq istəyir. Deməli, orucun ikinci mahiyyəti insanın işinin çətinliklərinin asanlaşmasıdır. Necə? İnsan orucluqda özünü elə çətin işlərə öyrəşdirir ki, elə günahlardan özünü qoruyub saxlayır ki, o günahdan qorumaq insanda vərdiş halı yaradır. Sanki əvvəllər ona çətin görünən günahdan qaçmaq xüsusiyyəti onda Ramazan ayından sonra asanlaşır. Ona görə də bir mahiyyət kimi də Allah Teala Quran-ı Kərimdə buyurur ki, mən onu işinizi çətinləşdirmək, yox, asanlaşdırmaq üçün qərar vermişəm. Və nəhayət məsumlar da müxtəlif səbəblərin, mahiyyətlərin, hikmətlərini orucun qərar verilməsini açıqlayırlar. Biri də İmam Həsən əleyhissalamda
digər bir xüsusiyyətini açıqlayır. Nə üçün vacib olduğunu, Allahın Ramazan ayını qərar verməsindəki hədəfini açıqlayır. Buyurur: İnnəllâhe xalaqa şəhra Ramazan mizmaran li xalqihi. Allah Ramazan ayını öz məxluqu üçün, yaratdıqları üçün bir müsabiqə qərar verib. Allah Taala Ramazan ayını müsabiqə qərar verib ki, yəstəbiqunə fihi bi taatihi ilə rizvanih. Həmin ayda Allaha itaət etmək vasitəsilə insanlar bir-biri ilə yarışıb Allahın razılığına çata bilsinlər. İnsanlar Allahın razılığını qazanmaq uğrunda bir-biri ilə müsabiqəyə qoşulurlar, yarışa qoşulurlar və bu yarışın qalibləri yüksək feyz əhli sayılırlar. Ona görə Həzrət buyurur: "Fəsəbəqə fihi qavmun fəfəzu." Həmin müsabiqədə bir zümrə irəli keçir, yarışın qalibləri olurlar və onlar ilahi feyzə çatırlar. Onlar xoşbəxt olurlar. Və əxərunə fəxabu. Digərləri isə yarışa qatılmayanlar, orucun fəzilətindən, kəramətindən, lütfündən kənar qalan şəxslər isə, Ramazan ayına əhəmiyyət verməyən insanlar isə bu müsabiqədən kənarda qaldıqlarına görə bədbəxt olurlar. Əldə edə biləcəyi savablardan məhrum olmağın özü bir bədbəxtlikdir. Nəticə etibarilə Həzrət sözün sonunda bu cür tamamlayır, buyurur: "Fəl-əcəbu kullul-əcəb." Çox təəccüblüdür. Elə ifadə işlədir ki, yəni çox təəccüblüdür ki, "Minəz-zahikil-la'ibi fil-yawmil-ləzi yusabu fihi muhsinun və yaxibu fihil-muqassirun." Buyurur, çox təəccüb eləyirəm ki, qarşıda elə bir gün gözləyir bizi. Həmin gündə insanlar, yaxşı əməl sahibləri mükafatlandırılacaqlar, savab alacaqlar. Pis əməl sahibləri, təqsirkarlar, müqəssirlər isə, günahkarlar isə cəzalandırılıb, bədbəxt olacaqlar. Belə bir günün varlığı şəksiz olduğu halda insanlar necə bu ayın fəzilətindən uzaq düşüb, günlərini deyib gülməklə, əyləncə ilə, rəqs etməklə, oynamaqla keçirdirlər. Bax, belə insanların bu ayda Ramazan ayına laqeyd yanaşmaları, etinasız yanaşmaları, onların bu ayın feyzindən məhrum qalmaları və əksinə gedib əyləncə ilə günlərini keçirtmək, səhərə kimi deyib gülmək, İmam Həsən əleyhissalam buyurur ki, çox təəccüblüdür. Sanki İmam Həsən əleyhissalam digər insanları da bu vasitə ilə Ramazan ayının feyzinə tərəf dəvət edir ki, nəticə etibarilə onlar da xoşbəxt olsunlar. Ona görə İmam Həsən əleyhissalam bizim üçün Allahın qərar verdiyi xoşbəxtlik vasitəsidir. Allaha and verir izzət-i cəlalı xatirinə, İmam Həsən Müstəba hörmətinə bizi o həzrətdən dünya axirət ayrı salmasın. Həzrətin bayramını, mövludunu hamımızın dünya axirətimiz üçün mübarək qərar versin. Dünya axirət İmam Həsən Müstəba əleyhissalamdan bəhrələnənlərdən eləsin. Bir daha bayramımız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ağanın mübarək cəmalına sələvat hədiyyə edək inşallah. Bu gecə xanım Fatimə şükr edir xudasına, ərşidə mələklər deyir mərhəba balasına. Bu gecə xanım Fatimə şükr edir xudasına, ərşidə mələklər deyir mərhəba balasına. Cəbrəil salıbdı şövqüdən yerə pərin, Müstəba qoyub bu aləmə qədəmlərin.
Cəbrəil salıbdı şövqüdən yerə pərin. Müctəba qoyub bu aləmə qədəmlərin. Ya Müctəba Həsən Həsən ya Ya Əbnə Zəhra Həsən Həsən. Bir də deyək ya Müctəba Həsən Həsən ya Ya Əbnə Zəhra Həsən Həsən. Bu gecə xanı Fatimə zinəti çəmən gəlib. Ayə-i dili xətmi ya ənbiya Həsən gəlib. Yusif oldu müştəri üzündə xalinə. Mərhaba deyirlər ərşidə cəmalinə. Yusif oldu müştəri üzündə xalinə. Mərhaba deyir ərşidə cəmalinə. Ya Müctəba Ya Müctəba Ya Müctəba Ya Müctəba Həsən Həsən Ya şad oldu bütün aləm, cinlər bəni Adəmlər. Yox oldu bütün qəmlər, dünyaya Həsən gəldi. 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 Dünyaya geldi. Şad ol rəyində gül, Zəhra bağla ilk gül. Şad ol ürəyində gül, Zəhra bağla ilk gül. Qalmaz dəxi bir müşkül, dünyaya Həsən gəldi. 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 Mövlud-u mübarəkdir. Mövlud-u mübarəkdir. Dünyaya Həsən gəldi. Dünyaya Həsən gəldi. Kəbə qapısından qəndil asandır, behişt-i ricvana qədəm basandır. Kəbə qapısından qəndil asandır, behişt-i ricvana qədəm basandır. Susuz cigərlərin zəhri kəsəndir. İkinci imamım İmam Həsəndir. İkinci imamım İmam Həsəndir. Güllər açdı çəməndə, Nərgiz gül yasəməndə. Sən dünyaya gələndə, ya İmam-i Həsən. Güllər açır çəməndə, Nərgiz gül yasəməndə. Sən dünyaya gələndə, ya İmam-i Həsən. Ya İmam-i Həsən. Köylər nura qərq oldu, yerlər sevinclə doldu.
Köyler nura garq oldu, yerler sevinçle doldu. Müminler de şad oldu, ya İmam-ı Hasan. Müminler de şad oldu, ya İmam-ı Hasan, ya İmam-ı Hasan. Ya sen mevludul mübarek, ya İmam-ı Hasan, ya İmam-ı Hasan, ya İmam-ı Hasan. Mevludul mübarek, ya İmam-ı Hasan. Ağanın pak ruhuna selavat ediyelim. Amin. Ya Allah, Ya Rahman, Ya Rahim. Allah razı olsun hacı. Allah köməyiniz olsun. Allah səs və güc versin, qüvvət versin. Peyğəmbər Ali, Peyğəmbər zamanına sələvat edilir inşallah. Auzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və rəhm edən Allahın adıyla, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. Allah Teala bu Ramazan ayını bizlərə mübarək eyləsin. Bu cümə günün bizlərə mübarək eyləsin. Bu gözəl Mövlud, İmam Həsən əleyhissalamın Mövlud gününü, bu rəhmət, bərəkət dolu günü, gecəni hər birimizə mübarək eyləsin. Allah dünya və axirət bizi İmam Hüseyin əleyhissalamdan, İmam Həsən əleyhissalamdan, Əhl-i Beytdən, 12 imamdan ayrı salmasın inşallah. Bütün bu niyyətimizə Muhammed, Ali Muhammed zamanına sələvat edələ. Biz bəzən fərqinə varmırıq, bəzən bilmirəm, həqiqətən zaman-zaman alimlər deyiblər ki, İmam Həsən Müştəbə əleyhissalam məzlumdur. Məzlumiyyətini nəyə əsaslanıb deyirlər? Bax, onun üçün keçirilən Mövlud günləridir, onun şəhadət günləridir. Həmişə insanlar görürsən ki, bir qədər haradasa, belə deyək, açıq deyək də, laqeyd, soyuq münasibət göstərirlər və cümə günü biz söhbət elədik, danışdıq İmam Həsən Müştəbə əleyhissalamın varlığı haqqında. İmam Həsən Müştəbə əleyhissalam necə böyük bir dahi şəxs olubdur, necə böyük bir varlıq olubdur. İmam Həsən Müştəbə əleyhissalamın mövludu mübarək bir mövluddur. İmam Həsən Müştəbə əleyhissalamın atası, anası, hər iki tərəfdən babaları, nənələri, İmam Həsən Müştəbə əleyhissalamın öz adı və onu ilk dəfə dünyaya gələndə Peyğəmbər Rəsulü Xudanın qucağına verilməsi, ona o adın verilməsi, onun qulağına azan iqamı oxunması, bütün bunlar İmam Həsən Müştəbə əleyhissalamın xüsusi imtiyazlarıdır. Və İmam Həsən Müştəbə əleyhissalam, mən demişəm, o dövründə də, zamanında da çox məzlum olubdur. Çünki onun yaşadığı tarix dövrü, o ictimai siyasi dövr elə bir dövrə təsadüf edir ki, artıq Həzrət əleyhissalam şəhadətə yetişmişdi. Xanım Fatimə Zəhra salamü əleyhə şəhid olmuşdu. Bax, bu elə bir dövrdəydi və bütün o Əhl-i Beyt məktəbi, Peyğəmbər Rəsulü Xuda sallallahu aleyhi ve sellem gətirdiyi dinin yükünü İmam Həsən Müştəbə əleyhissalam öz çiyinləri üzərində daşıyırdı. Çox təəssüflər olsun ki, o dövr insanlar İmam Həsən əleyhissalamı doğru düzgün başa düşə bilmədilər, dərk eləyə bilmədilər. Onun ətrafında lazımınca birləşə bilmədilər. Düzdür, bəzən onun arxasında namaz qılardılar. Elə onun arxasında namaz qılan insanlar sonradan ona xəyanət elədilər. Bax, belə bir dövrdə yaşamışdı. İmam Həsən Müştəbə əleyhissalam hacətlər qapısıdır. Allah Teala'nın and verə izzətinə, cələlına, böyünə xatir. Allah Teala bu qapıdan bizi binəsib, əli boş qaytarmasın inşallah. Bu Mövlud günü münasibəti ilə mən də sizi təbrik edirəm. İnşallah Allahdan istəyimiz, arzumuz bu olsun ki, İmam Həsən əleyhissalamın qəbri şərifi, ziyarətgahı da
məzlumdur. Bugün 4 imamımızın qəbri, İmam Zeynalabidin əleyhissalamın, İmam Həsən Müştəbə əleyhissalamın, İmam Muhammed Baqir əleyhissalamın və İmam Cəfər Sadiq əleyhissalamın qəbr şərifləri, ziyarətgahları Mədinədə Bəqi qəbirstanlığındadır. Allah o ziyarəti hər birimizə nəsib eyləsin inşallah. Və Allahdan istəyimiz, arzumuz bu olsun ki, Allah dünya və axirət bizi Qur'andan, Peyğəmbərdən, Əhl-i Beytdən ayrı salmasın inşallah. İmam Həsən Müştəbə əleyhissalam o şəxs olubdur ki, Həzrəti Rəsullahın dizləri istə tərbiyə alıbdır. Peyğəmbər Rəsul-Xuda həmişə İmam Həsən Müştəbə əleyhissalamın dodaqlarından öpərdi, oxşayardı. Onlara olan sevgisini, məhəbbətini məsciddə söhbət edəndə, minbərdə danışanda görərdi ki, İmam Həsən Müştəbə əleyhissalam, İmam Hüseyin əleyhissalam daxil olub, sözün kəsərdi minbərdən, düşərdi, onları öpərdi, gözlərinin üstünə qoyardı. Minbərə çıxanda İmam Həsən Müştəbə əleyhissalamı sağ dizi üstə, İmam Hüseyin əleyhissalamı sol dizi üstə qoyub, söhbətini davam edərdi və insanlara İmam Həsənin, İmam Hüseyin əleyhissalamın kimliyini bir daha xatırlatmaq istəyirdi. Günorta dedim, qeyd elədim, Peyğəmbər Rəsul-Xuda bu gətirdiyi dinin müqabilində, bu məşəqqətlərin, çətinliyin müqabilində ümmətdən bir şey istəmədi. Ümmətdən istədiyi yalnız və yalnız Əhl-i Beytinə məhəbbət, sevgi oldu. Çox təəssüflər olsun ki, tarix göstərir ki, onlar Əhl-i Beytə sevgi, məhəbbət əvəzinə onlar zülm elədilər və İmam Həsən Müştəbə əleyhissalam da o dövr şəhadət məqamına ucaldı, zəhərlənərək şəhidi məqamına ucaldı, yüksəldi, dərəcəsini aldı. İnşallah şəhidlər biz deyirik ki, ölmür, diridirlər və İmam Həsən Müştəbə əleyhissalam bizim üçün Allahla bizim aramızda bir vəsilədir. Allah and verə izzətinə, cəlalına, böyülünə xatir. Allah Teala bu günün hörmətinə bizim bütün etdiyimiz ibadət, itaat, duaları öz dərgahında qəbul eyləsin. Allah and verə izzətinə, cəlalına, böyülünə xatir o yerdə ki, Allahın, o yerdə ki, Peyğəmbərin, o yerdə ki, imamların, o yerdə ki, Əhl-i Beytin, xalqımızın, millətimizin, vətənimizin, dövlətimizin düşmənləri var. Allah təala onları məğfur-nabud eyləsin inşallah. Ağamız, sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil eyləsin. Və burada əyləşənlərin nə mətləbləri, nə hacətləri var, bu günün hörmətinə bərabərdə bir xeyr eyləsin. Bütün bu niyyətlərə Muhammed Ali Muhammedə sələvat edələ.